Azərbaycanda iyun ayının 19-da havanın yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti Bilgi TV-yə məlumat verib. Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək. Səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-21 dərəcə, gündüz 25-28 dərəcə isti, atmosfer təzyiqi norma daxilində 760 mm civə sütun olacaq. Nisbi rütubət 70-75%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacağı, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 29-34 dərəcə, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. Sevindil Akifoğlu, Bilgi TV üçün.